Əslində mən Çinə kəmər və yol vasitəsilə yay düşərgəsindən gələn və burada qalan gənc insan tanıyıram. O fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur. Luisin xanımın cənab prezident İlham Əliyevlə onun müsahibəsində məndən bəhs etməsi mənim üçün də bir sürpriz oldu. Mən o müsahibəni izlədikdə gördüm ki, Luisin xanım cənab prezident İlham Əliyevə mən bir gənc tanıyıram. O bir kəmər, bir yol layihəsi ilə Çində yay məktəbi təhsil almağa gəlir və indi isə hal-hazırda doktorantura təhsil alır sözlərini istifadə etdikdə mən şok oldum və dedim ki, Luisin xanım burada məndən bəhs edir. Hər kəsə maraqlıdır. Niyə məhz Luisin xanım mənim haqqımda öz müsahibəsində cənab prezident İlham Əliyevə bəhs elədi? Təbii ki də bunun bir səbəbi var idi. Bir neçə ay əvvəl Luisin xanımın təşkil etdiyi bir müsahibədə iştirak etmək şansı əldə etdim. Bu müsahibə Çindəki qış iqtisadiyyatı ilə bağlı idi və müsahibədən dərhal sonra Luisin xanım ilə bir həmsöhbətimiz oldu. Bu söhbətdə mən ona Azərbaycan haqqında ətraflı məlumat verdim və o özü də bildirdi ki, ilk Azərbaycanlıdır ki, o Çində tanıyır və bu mənim üçün çox böyük bir şərəf oldu.